Firqə radiosu. Eine aserbaidschanische Sendung von Radio Flora. Danışır Azərbaycan Demokrat Firqəsi. Danışır Azərbaycan Demokrat Firqəsi. این صدای فرقه دموکرات آذربایجان است. Ben deyirəm yurdumuza kəzbəxanlar yox olsun, böhtan deyib adımıza şər yapanlar yox olsun, xalqimizin igidliyi düşsün dildən dillərə, əməlləri yadigar tək qalsın ildən illərə. Ben deyirəm Azərbaycan qəhrəmanlar yurdudur, şücaətli Səttarxanlar, Ağırxanlar yurdudur. Döyüş qazar şahlarını yola salmış bu diyar, onun her bir karşında ecdadımın hakkı var. Aziz kardeşler, firqəmizin rəhbərliyi altında talisə yerlərini və xalq düşmənlərinin yerlərini kəndlilərin arasında təqsim edib, onların əlinə silah verərək aldığınız torpaq və azadlıqdan müdafiə etməlisiniz dedi. İndi sizin boynunuzda böyük vəzifə durur. O aldığınız torpaqları saxlamaq və aldığınız azadlıqdan müdafiə etmək. İndi bütün İran kəndliləri, Azərbaycan kəndlilərinin aldığı torpaqdan ilham alıb, ayağa qalxmış, təkən yemişdir. Mürtəceylər bu hərəkətdən qəzəblənib və o azadlığı boğmaq istəyirlər. İranda böyük mübarizə başlanmışdır. Azərbaycan kəndlisi bu mübarizənin
pişahengi olup kabağda gideni olacaktır. Yaşasın Azerbaycan kendisinin azadlık yolunda apardığı mübarek. O kara gözüne heyranım yar, o şirin sözüne kurbanım yar. Gel bana könlümü bir yolaş, bir yolaş, kimi üstüme şefersen, şefersen. Ben gülüm gülsün şemenler, acıran sevgiler. Koyaşlı güller, gülşenler, mehriban sevgilim. Sevinsin kalpten sevenler, mehriban sevgilim. Eşkimiz hazan bilmez bahar olsun. Eşkimiz hazan bilmez bahar olsun. Eşkimiz hazan bilmez bahar olsun. Əziz və hörmətli dinləyicilər, dəyərli eşidənlərimiz, sizi Azərbaycan Demokrat Firqəsinin internet radiosunun növbəti verilişi ilə 2015-ci ilin oktyabr ayının 30-da internet radiosunun www.radioflora.de ünvanında yenidən salamlayır və sizə bu verilişləri təqdim edirik. Azərbaycan Demokrat Firqəsi. Əziz eşidənlərimiz, verilişimizin bu bölməsində böyük və kəbir pişəvərinin yazılarından Azərbaycan Demokrat Firqəsinin müraciətnaməsi haqqında olan hissəni sizə təqdim edəcəyik. Həftənin müsahibəsi. Həmsöhbətimiz zindanda müəmmalı şəkildə və gözlənilmədən vəfat etmiş xalqımızın mübariz, fədakar, inqilabçı oğlu Şərruh Zamaninin ailə üzvlərindən olan xanım Zamanidir. Onunla Farsdilli Xalq Radiosu olan Radio Nidanın apardığı bir müsahibəni sizin diqqətinizə çatdıracağıq. Proqramımızın sonunda Mavi İşıq verilişində həmvətənlimiz şair Huşəng Cəfərinin öz ifasında onun Hacılar şeiri efirdə səslənəcəkdir. Bizimlə qalın, bizi dinləyin. Mən səni hər zaman anarım yar, eşqimdə od tutub yanarım yar. Dünyadan sədaqət var olsun, var olsun. Yaşasın məhəbbət var olsun, var olsun. Mən gülüm gülsün şəmənlər, acıran sevgiler. Koyaşlı güller, gülşenler, mehriban sevgilerim. Sevinsin kalpten sevenler, her zaman sevgilerim. سلام‌های گرم و آتشین خدمت تک تک شما شنوندگان عزیز و با وفای فیرگر رادیوسو که در تاریخ 30 اکتبر سال 2015 صدای ما را، صدای کارگران، دهقانان، زحمتکشان، دموکرات‌ها، آزادیخواهان، روشنفکران و انقلابیون آذربایجان را در سراسر جهان میشنوید. با بهترین آرزوهای قلبی برای تک تک شما عزیزان در کار و زندگی و پیکار و مبارزه و پس از پیکار و مبارزه به دست آوردن و حفظ و نگهداری از طبیعی ترین و ابتدایی ترین حق و حقوق انسانی خود، یعنی آزادی، دموکراسی، عدالت اجتماعی، برابر حقوقی زنان با مردان و حق تعیین سرنوشت به دست خود تا سرحد جدایی و یا زندگی داوطلبانه مشترک با هم و در کنار هم 186مین برنامه فیرگر رادیوسو را تقدیم حضور شما عزیزان می‌کنیم. در بخش اول در قسمت آذربایجان دموکرات فیرگسی
فرقه دموکرات آذربایجان بخش دیگری از سلسله نوشته های پیشوری کبیر با نام سخنی در مورد مراجعتنامه فرقه دموکرات آذربایجان را به سمع شما عزیزان خواهیم رساند. در بخش دوم در قسمت هفتمین مصاحبه هفته گفتگوی رادیوی مردمی فارس زبان اپوزیسیون رادیو ندا با خانم زمانی را تقدیم حضورتان خواهیم کرد و پایان بخش برنامه امروز برنامه ماوی شک نور آبی خواهد بود که در این برنامه قطعه شعری از شاعر آذربایجان هوشنگ جعفری به نام هاجلار را با هم خواهیم شنید. با ما باشید و به 186مین برنامه فیرگر رادیو سو رادیوی اینترنتی فرقه دموکرات آذربایجان گوش فرا دهید. Ben gülüm gülsün şemenler acıra sevgiler Koyaşlı güller gülşenler mehriban sevgilim Sevinsin kalpten sevenler mehriban sevgilim Eşkimiz hazan bilmez bahar olsun زبان علامت ملته. اگر ملت زبان ندارد اون ملت نیست. ما ترک زبانیم. آذربایجانی، آذری ترکی. bizim dilimiz belədir. ولی به ما میگن ترک. ما ترک نیستیم. ما آذربایجانی هستیم ترک زبان. ترکمن ها هم ترک زبانند. ازبک ها هم ترک زبانند. قزاق ها، قرقیز ها، تاتار ها تماما اینها ترک زبانند. ما هم ترک زبان ولی ترکی آذری. ترکیه عثمانی هست. ترکی عثمانی. Osmanlı Türk'ü. Her bir milletin dili onun milli varlığının əsas mehvəridir. Eləcə də biz Azərbaycan türklərində ana dilimiz olan Azərbaycan türkçəsi milli varlığımızın əsasını təşkil edir. İllər boyu İran mərkəzi hakimiyyətlərinin tərəfindən məktəblərimizdə tədrisinə qadağa qoyulmasına baxmayaraq, analarımızın laylayında, ata-babalarımızın deyimlərində və eləcə də dəyərli yazıçılarımız, şairlərimiz qiymətli əsərlərində bu zəngin dili qoruyub saxlamışdırlar. Amma təəssüflər ki, son zamanlarda bəzi milli fəallarımız düşünərkədən və ya düşünmədən ədəbi baxımdan zəngin dilimizin məzmununu qrammatik cəhətdən səviyyəsini aşağı salırlar. Belə ki, bəziləri danışıqlarında, yazılarında zəngin Azərbaycan türkçəsini Anadolu türkçəsi ilə səhv salıb qarışdırırlar. زبان هر ملتی محور اساسی هستی آن ملت است. برای ما ملت ترک آذربایجان نیز زبان مادریمان زبان ترکی آذربایجانی محور اساسی هستی ما را تشکیل می‌دهد. بدون در نظر گرفتن ممنوعیت زبان مادریمان در طول سالها در مدارس مادران ما در لالایی‌های خود پدران و پدربزرگان ما در گفته‌ها و نصیحت‌های خود نویسندگان و هنرمندان و روشنفکران ما در آثار ادبی، هنری، فرهنگی خود زبان ما را حفظ کرده و از آن نگهداری کرده‌اند. اما متاسفانه در زمانهای اخیر تعدادی از فعالان ملی آذربایجان آگاهانه و یا ناآگاهانه، خواسته و یا ناخواسته
از دید ادبی ارزش و قرب و منزلت زبان ترکی آذربایجانی را از لحاظ گراماتیک پایین آورده تا آنجا که تعدادی از این فعالان زبان غنی ترکی آذربایجانی را با زبان ترکی آنادولو اشتباه می‌اندازند. Danışır Azərbaycan Demokrat Firqəsi. این صدا صدای فرقه دموکرات آذربایجان است. Azərbaycan Demokrat Firqəsi. فرقه دموکرات آذربایجان. Yüreğimin gözü sen, söhbeti sen, sözü sen. Yüreğimin gözü sen, söhbeti sen, sözü sen. Ey benim mehebbetim, ey benim ülviyetim. Azərbaycan Demokrat Firqəsinin müraciətnaməsi barəsində aşkardır ki, dünya ölkələrində yaşayanlar çoxlu tarixi illət və səbəblərə görə vahid bir halda deyildirlər. Hər bir məmləkətin sərhəddi çərçivəsi arasında yaşayan qovm, qəbilə və millətlər dil, adət, rəsm və adab cəhətdən bir çox xüsusiyyətlərə malikdirlər ki, əgər hər məmləkətin idarə və dövlət quruluşunda bu xüsusiyyətlər nəzərdə tutulmazsa, orada həqiqi demokrasi və milli hökumət imkanpəzir ola bilməz. Əgər dünyanın böyük və mütərəqqi ölkələrini nəzərdə tutub, milli hökumətlərin nailiyyətlərinin səbəblərini axtarsaq, təsdiq etməliyik ki, bunların hamısı o əlaqə və təvəccühə bağlıdır ki, millətlərin və tayfaların xüsusiyyətlərinə ətf edilmişdir. Bizim bu iddiamızın canlı ve büyük şahidi Amerika Birleşmiş Cumhuriyetleri ve Birleşmiş Sovyet Cumhuriyetleri ve həmçinin Suis dövlət quruluşudur. Bu klasik demokrasi ölkələrdə milli ixtiyarat və federasyon usulunu gözləməklə millətlərin tam fərdləri məmləkətin müqəddəratını həll etmək və dövlət işlərində müdaxilə etməyə müvəffəq olmuşlar. Puç və çürük iddiadır ki, deyirlər, məhəlli ixtiyarat və federasyon usulu mərkəziyyəti xiləldar edə bilər. Amma bunun əksinə olaraq təcrübə sabit etmişdir ki, qəbilələr, millətlər və mərkəzdən xaricdə yaşayan əhalinin hər qədər müstəqil və sərbəst surətdə dövlət işlərinə müdaxilə və şirkətləri təmin edilirsə, o nisbətdə onların vətənə əlaqə və məhəbbətləri artıq və möhkəm ola bilər. Bu mülahizə ilə və bu küllü əslin üzərindədir ki, məşrutəxahlıq cəryanını vücuda gətirənlər və İran qanunu əsasını yazanlar əyalət və vilayət əncümənlərini irəli çəkib çalışmışlar ki, bu vasitə ilə umum İran xalqını məmləkətin müqəddəratını təyin etməkdə şərik etsinlər. Əyalət və vilayətlərin
məxsus ehtiyaclarını onların əhalisi vasitəsilə rəf etməyə çalışsınlar. Əyalət və vilayət əncümənlərinin sükut ilə keçirilməsi İran millətlərinin ictimai hüquqdan məhrum edilməsi deməkdir. Yarın bir baş küder oldu, ellerini üzülmenler. Qətiyyən bürokrasi rejimi və mənasız mərkəziyyət vasitəsilədir ki, İran məmləkəti bir ovuc fasid, oğru və istifadəçi ünsürlərin əlində oyuncaq olmuş və bu səbəb ilə tərəqqi və təkamül karvanından fərsəxlər ilə dalda qalmışdır və qət'ən nəhs bürokrasi rejiminin səbəbi ilədir ki, İranlıların əksəri ictimai hüquqdan məhrum, məşrutiyyət və milli hökumətə bədbin olub, İranlı gələcəyinə məyusluq və ümidsizlik gözü ilə baxırlar. İnkar etmək olmaz ki, bugün bizim məmləkətimizdə milli hökumət və məşrutədən əsər qalmamışdır. İran dövləti əməldə iradəsiz və pozucu bir maşın halına düşmüşdür ki, onun başında duranlar xalqı qarət etməkdən başqa bir məqsəd və məqsud təqib etmirlər. Tamam fisad, tamam bədbəxtliklər və tamam fəlakət idbar buradan rişələnmişdir. Dərəbəylik usulunun qüvvətlənməsi, diktator və diktatorpərəstlərin tapılması bu müzəxrəf və faydasız usulun nəticəsidir ki, 4-5 nəfər çürümüş rical güc ilə İran cəmaətinə təhmil etmişlərdir. Xəstəyəm mən, gəzirəm mən qəmli, görən deyir xəstəyəm mən, öz eşqimdən diləm. Əgər İranda yaşayan ellər, millətlər, xalqlar məmləkətin istiqlalını gözləməklə bərabər öz yerlərində və öz hududlarında azad və muxtar olsaydılar və bacarsaydılar məmləkətin ümumi və külli qanunlarını gözləməklə bərabər öz müqəddəratını özlərinin meyl və iradələri ilə təyin etsinlər, əgər onların haqları olsaydı özlərinin mədəni, iqtisadi və siyasi cəhətdən tərəqqiləri uğrunda öz əlləri ilə namunasib qeyd və şərtsiz çalışsaydılar, İranın vəziyyəti bu hala düşməz, məşrutə və qanun əsası ki, hədsiz və saysız qurbanlar verməklə ələ gəlmişdir, əsərsiz qalmaz idi. Buna görə, əgər bu usul 1000 illər davam edirsə, mümkün deyil İran xalqı fəqir, nikbət və biçarəlik dəryasından nicat tapıb, tərəqqi və təkamül yoluna qədəm qoya bilsin və müstəbid, xunxar və biatifə unsurların əlindən nicat tapmağa müvəffəq olsun. Əgər bu mənhus usul bağı qalarsa, siyasi firqələr və sair demokratik sazmanlardan hətta kiçik faydalar belə hasil olmayacaqdır. Liza ayrı bir çarə yoxdur. Çox tez bir surətdə gərək qanun əsasının icra və təkmili yolunda ciddən işə başlayıb milli hökumətin əməli edilməsini aşağıdan, yəni xalq içindən və cəmaətin geniş tudələrinin ehtiyacı üzərindən əyalət və vilayətdə yaşayan xalqların xüsusiyyətləri payəsindən qurmaq. Can deyib, can eşidədi, bu ayrılıq nədən oldu? Məhəlli ixtiyarat və federasyon usulunun səthi və sadə şəkili olan əyalət və vilayət əncümənləri taza bir fikir deyildir. Müasir və mütərəqqi ölkələrdən əlavə qədim tarix və böyük məmləkətlər də belə naçar olmuşlar ki, xalqın və millətlərin xüsusiyyətini nəzərdə tutub, onların əllərini öz daxili işlərində açıq qoysunlar.
Böyük Dariuş məmləkət təqsimatı fəqət və fəqət bu təbii ehtiyac üzərində vücuda gəlmişdi. Qədim İranın satrap neşinlikləri bugünkü federasyon və xudmuxtarlıq autonomi usulunun ibtidai şəklindən başqa bir şey değildir. Henüz İranda mərsum olan şahənşahlıq unvanının bundan başqa bir təbir və təfsiri yoxdur. Mərkəziyyəti əgər diktatorluq və xodsərlik və zorculuqdan ötəri saxlamaq istəsək başqa bir sözdür və əgər istəsək onu məmləkətin mərkəziyyəti və demokrasi hökumətin başda dövranı tanıyaq, o vaxt məcburuq o iyalət və vilayətlərin ki, qəvi milli və mədəni xüsusiyyətləri vardır, onlara icazə verək öz daxili işlərində azad və muxtar olsunlar ki, bu vasitə ilə mərkəzlə mənəvi rabitə qüvvətlənə bilsin. Vaxta ki, biz Azərbaycanın xüsusiyyətindən bəhs edirik və deyirik ki, bu geniş torpaqda 4 milyon yarım Azərbaycanlı yaşayır və bu cəmaətin dil, adab və rüsum cəhətindən İranın başqa əyalətləri ilə böyük fərqi vardır. Vaxta ki, biz istəyirik bu xalq öz fərhəngi işlərində və öz torpağının abadlığında dixalət etsin, hərgiz mərkəziyyətin əleyhinə olmayıb, bəlkə onun qüvvətlənməsinə çalışmış oluruq. Bəzi qıssa fikirli adamlar xiyal edirlər ki, zor ilə, o da çumaq və ho-cəncal gücü ilə bir xalqın dilini, xüsusiyyatını, adab və rüsumunu ortadan aparmaq mümkündür. Bu xam xiyal ilə onlar səy edirlər, əşxası vadar və məcbur etsinlər ki, hətta Azərbaycanın uzaq kəndlərində belə öz ana dilindən başqa bir dil bilməyən kəndçilər üçün fars dilində danışsınlar. Bunlar təsəvvür edirlər ki, İran xalqını aldatmaq üçün yaratdıkları milli vəhdət söz və fəqət libasları və dilləri məsnui surətdə birləşdirmək vasitəsilə mümkün olacaqdır. Bunlar bilmirlər ki, dilin rişəsi anaların sinəsindən və xalqın adab və rüsumu ocaqlar başından qalxır. Nə qədər analar diri və ocaqlar yanmaqdadır, bir xalqın dilini və adab rüsumunu əvəz etmək mümkün olan işlərdən deyildir. Milli birlik o vaxt müəssir ola bilər ki, xalqın hamısı öz xüsusiyyətini və daxili azadlığını saxlamaqla tərəqqi edib bir-biri ilə müsavi ola bilsin. Çox keçmişəm bu dağlardan, durna gözlü bulaqlardan, eşitmişəm uzaqlardan sakit axan arazları, sınamışam dostu, yarı. El bilir ki sən mənimsən, yurdum, yuvam, məskənimsən, demək doğma vətənimsən, ayrılar mı könül candan, Azərbaycan. Azərbaycan. Mən bir uşaq, sən bir ana, odur ki bağlıyam sana. Hanki səmtə, hanki yana, hey uçsam da yuvam sənsən. Elim, günüm, obam sənsən.
Fəqət səndən gen düşəndə, ayrılıq məndən düşəndə, saçlarıma dən düşəndə, boğar aylar, illər məni, qınamasın ellər məni. Dağlarının başı qardı, ağ örpəyin buludlardı, böyük bir keçmişim vardı. Bilinmir yaşın sənin, nələr çəkmiş başın sənin. Düşdün uğursuz dillərə, nəs aylara, nəs illərə, nəsillərdən nəsillərə keçən bir şöhrətin vardı. Oğlun, qızın bəxtiyardı. Hey baxıram bu düzlərə, ala gözlü gündüzlərə, qara xallı ağ üzlərə. Könlüm istər şeir yaza, gəncləşirəm yaza-yaza. Bir tərəfim bəhri xəzər, yaşılbaş sonalar gəzər. Xəyalım dolanar gəzər, gah muğanı, gah eldarı. Mənzil uzaq, ömür yarı. Sıra dağlar, gen dərələr, ürək açan mənzərələr, ceyran qaçar, cüyür mələr, nə çoxdur oylağın sənin, aranın, yaylağın sənin. Keç bu dağdan, bu arandan, Astaradan, Lənkərandan, Afrikadan, Hindistandan qonaq gəlir bizə quşlar, zülm əlindən qurtulmuşlar. Bu yerlərdə limon sarı, əyir, salır budaqları, dağlarının dümağ qarı, yaranmışdı qarlı qışdan, bir səngərdi yaranışdan. Lənkəranın gülü rəng-rəng, yurdumuzun qızları tək, dəmlə çayı, tök, ver görək, anamın dilbər gəlini, yadlara açma əlini. Sarı sümbül, bizim çörək, pambığımız çiçək-çiçək, hər üzümdən bir şirə çək, səhər-səhər ac qarına, qüvvət gəlsin qollarına. Min qazaqda köhlən ata, yalmanına yata-yata, at qan tərəb bata-bata, göy yaylaqlar belinə qalx, kəpəz dağdan göy gölə bax. Ey azad gün, azad insan, doyunca iç bu bahardan, bizim xallı xalçalardan sər çinarlar kölgəsinə, alqış günəş ölkəsinə. Könlüm keçir Qarabağdan, gah bu dağdan, gah o dağdan, axşamüstü qoy uzaqdan havalansın xanın səsi, Qarabağın şikəstəsi. Gözəl vətən, mənan dərin, beşiyisən gözəllərin, aşıq deyər sərin-sərin, sən günəşin qucağısan, şeir, sənət ocağısan. Ölməz könül, ölməz əsər, nizamilər, füzulilər, əlin qələm, sinən dəftər, de gəlsin hər nəyin vardı, deyilən söz yadigardır. Bir dön bizim Bakıya bax, sahilləri çıraq-çıraq, buruqları hayqıraraq nərə salır boz çöllərə, işıqlanır hər dağ dərə. Nazlandıqca sərin külək, sahillərə sinə gərək. Bizim Bakı, bizim ürək, işıqdadır qüvvət sözü, şəhərlərin ülkər gözü. Gözəl vətən, o gün ki sən, al bayraqlı bu səhərdən, ilham aldın, yarandım mən. Gülür torpaq, gülür insan, qoca şərqin qapısısan. Danışır Azərbaycan Demokrat Firqəsi. این صدا صدای فرقه دموکرات آذربایجان است. Həftənin müsahibəsi.
مصاحبه هفته. الو، سلام خانم زمان. سلام علیکم، بفرمایید. من حمید روشن هستم از رادیو ندا. امیدوارم که بی موقع مزاحم نشده باشم. خواهش میکنم آقای روشن، بفرمایید. عرضم خدمتتون که من مزاحم شدم در رابطه با زنده یاد شاهرخ که 40 روز از بفرمایید. خواهش میکنم، لطف کردین، بفرمایید. اختیار دارین. یقین بدانید که ما در تمام این مدت همدل و همراه شما بودیم. دل ما با شما بود و شما. کاملا متوجه هستیم. لطف زنده باشید. در واقع شاهرخ همه بود، رفیق همه بود، یار و یاور طبقه کارگر بود. ما فرقی با شاهرخ نداریم برای ما. زنده باشید. من الان مزاحم شدم چون در واقع خب انتظار هست که این رادیو انعکاس بده این مراسم زنده یاد شاهرخ را که گویا پیش از این تهدید و فشار قرار داده بودن که برگزار نشه. خواستم در واقع بدونم که مراسم چگونه برگزار شد. مراسم زنده یاد مراسم خیلی مراسم عادی بود، برگزار شد طبق معمول. هم اومده بودن، یعنی کسایی که ما دعوت کرده بودیم. بعد اقواممون تعدادم الحمدلله کم نبود، همه بودن، مشکل خاصی هم نبود، همه اومده بودن. شاید افرادی که قبلا اومده بودن و ما واقعا نمیشناختیم، دوست داشتیم، نه شاید تعدادی از اونا نبودن، ولی بقیه همه بودن، زحمت کشیده بودن، از تهران از جاهای دیگه اومده بودن. بله، در واقع وظیفه همه بود. راه شاهرخ ادامه داره و ایشون در واقع در قلب همه زنده هست، هرچند که رفتنش بسیار تلخ و ناگوار بود و غیر عادی. خواهش میکنم، خیلی لطف دارین. به هر حال این خواسته خود شاهرخ بود و رو هدفش هم بایستاد. بالاخره تو این راه هم رفت. فکر کنم خودش هم از این موضوع زیاد ناراحت نباشه. اگه نه یقینا که ایشون که در واقع جان برکف بود و به استواری با جسارت، با شجاعت، حتی یعنی در اون مخوفترین زندان شاید ناراحت بودیم، لحظاتی بود که خیلی نگران بودیم، ولی تنها کسی که نگران نبود، همیشه بشاب شاداب روحیه میداد خودش بود به ما. بله، بارها رفتیم وضعیت دفنی، بعضی وقتا وضعیت دفنی به خاطر این اعتصاباتی که میکرد به قدری نادر بود که ما نمیشناختیم واقعا دیگه از بین افراد. بعد تشخیص میدادیم، گریه میکردیم، بعد خودش میخندید، میگفت اشکال ناراحت نباشید، بالاخره مشکلاتیه که بالاخره هر کاری تاوانی داره دیگه به هر حال. بله، اتفاقا بسیار زیبا هم در نامه‌ای که به نینای عزیز، دختر عزیزش نوشته بود، در واقع همه اونها را به تصویر کشیده بود. واقعیت هم همین هست که شاهرخ معلم ماست و راه شاهرخ راه ماست. ایشان به قول شاعر بزرگ آزادی پرتبتر از حیات مرگ را سرودی کرد. بله دقیقاً. این شعری که بچه خوندن به هر حال هر کاری هم بکنم با گل و برگ و چی، بالاخره با ریشه نمیشه کاری کرد. درود بر شما. بله، با رویش ناگزیر جوانه ها چه میشه کرد. بعد از مراسم اینها مشکل پیش نیومد، چون پیش از این واضح رو گرفته بودند و آیه علی فیاض. مسئله اینه که آقای روشن هیچ اونجا یه مراسم بسیار عادی و یه چیز معمولی بود، قرارم نبود، کاری نشده بود. دقیقاً در واقع اگه پیش میومد
یعنی خیلی دیگه ناجوان مردانه بود. همه رفتن سر خط گریه کردن اومدن. یعنی به اون صورت برنامه چیز خاصی نبود که مثلا تشنج ایجاد کنه یه مشکل ایجاد کنه. اگه قرار باشه و این هم مشکل ایجاد بشه دیگه خیلی ناجوان مردانه میشه. نه و واقعیت هم همین است. در واقع فعلا پیش نیومده. نه Benim qəsdim həyatımdan sənin sevdayı zülfündür. Benim qəsdim həyatımın در واقع حق خانواده هست که در مرگ عزیز خودش که اون هم نابهنگام در زندان هست و این واقعیت این که مرگ طبیعی تو زندان هم دیگه نمیدونم شاید از زمان شاه با اینجور مسائل سر کار داریم. خیلی ما بالاخره مقاومتمون بالاست، یعنی آستانه تحملمون قابل قیاس با تقریبا خیلی کمتر کسی هست، چون ما دیگه والا از بچگی عادت ثابت شده هست. وقتی 5 سالمون بود با زندان و با اینجور مسائل دیگه عادت داریم. از بچگی هم تو گوشمون خوندن که بالاخره هر کاری تاوانی داره. اینا ما خیلی تحملمون بالاست که حالا خیلی چطور میگن بدون حاشیه مراسم اجرا کردیم اومدیم با شرایطی که واقعا نفهمیدیم چی شد. قرار باشه برای این مسائل هم مشکل پیش بیاد دیگه خیلی ناجوان مردانه میشه. خب واقعیت هم همین هست که حتی این حق سوگواری رو از یک خانواده داغدار، این از عزیزی که در زندان جان باخته و واقعیت هم همین است که حتی مرگ طبیعی در زندان هم در واقع قتل محسوب میشه. مسئولیتش با اونهایی هست که زندانیش کردن. از این لحاظ عرض میکنم چون پیش از این هم که واله زمانی رو دستگیر کردن، بعد علی فیاضپور رو، خب اینها یا چون همه اینها در واقع در حکم فشار به خانواده هست دیگه مانع شدن. دیگه به خاطر همینم واقعا چون بالاخره این در دورانی بود که خودمون تحمل کردیم و سالیان سال از زمان طاغوت متحمل این مسائل هستیم. یعنی به هر کسی آستانه تحمل داره. به خاطر همینم خودمونم راضی نمیشیم که این مشکل برای یه خانواده دیگه تکرار بشه. هرچند که بالاخره هر کسی راهی گرفته میره، ما ضامن کارهای دیگران نیستیم. طرف بالاخره یه هدفی داره، تو اون هدفم راه میخواد یه کاری بکنه دیگه. این فکر نکنم به ما نمیتونیم بهش این کارو بکنه اون کارو بکنه. دوستشه، دوست داره داد بزنه، دوست داره یه کاری بکنه. این اصلا در حیطه اختیارات ما نیست که به کسی بگیم این کارو بکن یا نکن. بالاخره هر کسی اختیار داره، هر کسی هدفی داره. اگه لطف میکنم میان واقعا به ما لطف میکنم ما، ولی خب راضی به این نیستیم که بالاخره جوونم 1000 تا هدف دارن، خانواده دارن. ما راضی به مشاهده دیگه یک ماجراهای مشابه نیستیم. بله واقعیت رو میفرمایید. چون بالاخره یه چیزی که شما شاید از دور ببینیم، بالاخره ما تو داخل ماجرا هستیم، شاید از دور به نظر چیزی نرسه، ولی خب بالاخره با یه نفر یه مشکلی پیش میاد کل خانواده فلج میشه، تو آینده بچه هاش تاثیر میذاره. مثلا کلا اصلا زیر رو میشه سرنوشته خانواده. بله دقیقاً نه فرمایش شما کاملا درست است. خب من بسیار ممنونم از اطلاع رسانیتون. اگر در پایان خودتون نکته‌ای دارید که بخواید اضافه کنید به عنوان خانواده شاهرخ، زنده یاد شاهرخ زمانی، بفرمایید. حالا من تنها چیزی که از ایشون میدونم از 14 سالگی یه راهی گرفت، هدفی داشت و عمرن تزلزلی در رفتارش، اهدافش
بالاخره از فعالیتش هیچی ندیدم و چیزی نبود که بگیم این مثلا حتی این مسائل رو پیش بینی نمی کرد و هر دفعه ما می رفتیم می گفت اصلا دفعه دیگه شاید شما اومدیم ما نبودیم، هر وقت دیدیم. ولی تنها چیزی که یادم میاد فقط خنده هاش و روحیاتش واقعا بی‌نظیر بود. از دوران من یادم میاد یه بار مامانش رفته بود مدرسه‌شون، اون موقع گفته بود خانم، مامانش رو صدا کرده بودن این سگ رو میبینید ترک برداشته، این به خاطر حالا اون زمان انقلاب بود، زمان رژیم شاه بود، خیلی هم بچه بود اون موقع، ببین اینقدر بچه رو جمع میکنه بالا میکوبم پاشون تظاهرات میکنن، این ترک به خاطر لگدهای شهر رو که به سگ زده ساختمون ترک برداشته. که همونجا این بابازرگ منم بالاخره سنتی بود دنبالش کرده بود که بگیره بزنه، از مدرسه فرار کرده بود اینا. یعنی اون زمانم ما کوچیک بودیم ولی من همیشه می اومدیم خونه می دیدیم مثلا اینا کجا هستن، میگفت رفتن دانشگاه تظاهرات، زمان شاه میگم مامان. بله بله نزدیک بود انقلاب پیروز بشه. یعنی از اون موقع یه بار یه دایی پسرمو یه بابام هست خیلی شوخه گفت هر کسی یه مرضی رو از یه قسمتی بدنش میگیره، این ایدئولوژیشو شاهرخ از مغزش گرفته دیگه، با این کار نداشت، این امکان نداره از این راه برگرده، ولش کنیم دیگه، سلول های مغزش اصلا عجین شده با این مثلا. واقعا همونجور بود. بله من وقتی زندگی ما دیدیم یه بار اومده بود 40 کیلو وزن کم کرده بود، واقعا نمیشناختم، ولی با این همه فقط چیزی که تو چهرش میشد شناخت خنده هاش بود، خیلی از ته دل میخندیدیم. خب اینا چیزی نیست که شما ناراحت کنید. بالاخره بله رفت به یقین شاهرخ همیشه زنده هست. انتخاب کرد، یعنی بله. مردی انتخاب نکرد، جز مردایی بود که خودش انتخاب کرد و شاید این مایه تسکین خانوادش میشه. بله دقیقاً، چون در واقع مرگ زنده یاد شاهرخ پرتبتر از حیات هست. بله بله بله، کیفیتش عالی بود، شاید کمیت زیاد جالبی نداشت، خیلی زود بود رفتنش، ولی خب بالاخره. ولی مسئله مهم اینه که زندگی و مرگ انسان چه تأثیری در دیگران میگذاره. بله دقیقا هم دقیقا. و اون آموزه های بله ماهی سیاه کوچولوی صمد بهرنگی که به دریا پیشواز مرگ نمیدیم، اگه اومدم دیگه از مرگ نمیترسیم. دقیقا هم. بله. به هر حال خیلی ممنون از لطفتون. خواهش میکنم، به حکم وظیفه بود که اطلاع رسانی بشه از این رسانه. بسیار سپاسگزارم از شما و برای این خانواده عزیز خیلی ممنون. آرزوی تحمل و بردباری دارم، آرزوی سلامتی. خیلی لطف داریم. یک شعری را به عاریت بگیرم: روز ما فرداست، فردا روشن است، شام تیره صبح را آبستن است. بله. به امید فردای روشن. درسته، به امید فرداهای روشن خوب، حداقل برای آیندگان. ما که جز فشار و چیزی توی کلن از زمان رژیم شاه تا حالا چیزی، ولی به خاطر این فشار و آسیب هایی که دیدیم همیشه هم افتخار کردیم، هیچ وقت ناراحت نیست. بله، این خانواده مایه افتخار همه آزادی خواهان هست. زنده و پایدار باشید. خیلی ممنون آقایشان، تشکر میکنم، خیلی لطف کردید، زحمت کشیدید. زنده باشید. ممنونم.
senle kim geçti, kim garip oldu, kim geçti. Feleh gel sabit eyle, hansı günüm hoş geçti. Feleh gel sabit eyle, hansı günüm hoş geçti. Araz üstünde, buz üstünde, çabab yanar çöz üstte. Araz üstünde, buz üstünde, çabab yanar çöz üstte. Vay beni öldürsünler, danışdım söz üstte. Vay beni öldürsünler, danışdım söz üstte. Havalanı buz bağlar, dövresi yarpız bağlar. Havalanı buz bağlar, dövresi yarpız bağlar. Gün olan zaman geçer, aşık size söz bağlar. Gün olan zaman geçer, aşık size söz bağlar. Danışır Azərbaycan Demokrat Firqəsi. این صدا صدای فرقه دموکرات آذربایجان است. Mavi ışık. نور آبی Hacılar, gedisiz Məkkiyə təkmil ola imanadılar, verə Allah sizə minhuriyu qılmaqnadılar. Fikr edirsiniz ki, qiyamətdə də var xərtuxəri, ağ rəxsin olacaq hər kəsənin tac-ı səri, alacaq dövrəbəri, zhuriyu qılmaqnu pəri, verəcəklər sizə də rozə-i rizvanadılar. Gedisiz Məkkiyə bu milləti anlatmaq üçün, uzada saqqalınızı cinsi bağlatmaq üçün, ya ki şeytan kişilər şeytana daş atmaq üçün, şeytanı vurmayın, köhnə müsəlmanladılar. Heç olub bir gecəsiz baş çəkəsiz qonşulara, görəsiz qonşunun arvaldı əcəb giydi qara, əri biçara acından özünü çəkdi dara, siz doğrudan acısız, ya ki yalanda anadılar, gəl pulun çoxdu kişi, verginən acları doyur. Görmüsən dövlət elan minlilindən xalqı soyur, bizi biçara edib sizləri avara qoyur. Bu nə yatmaqdır yatıbsız, sizi bunu anladılar. Gah gedirsiniz, verirsiniz Kərbəlada Səddama pul, eləmir kərləməcal da salırsınız eşşəcə sul. Mən ölüm, kimdi qoyan cəngidə arvadları dur? Ya görən biz deyik Səddama böhtanadılar. Qara güllər gələk hər yerdə var İran'a gələr, niyə qoymurlar bu İran səru samanə gələr? Heç görürsünüz siz ərəblərdə Xorasana gələr, o şəhər Kərbəladır, bu Xorasanadılar. Xorasan şahilə yox fərqi İmam-ı Həsənin. Yox, İmam eylə imandır, bu mənimdir, o sənin. Qolu sınsın görüm Allah belə qanun kəsənin. Sizə divan eləsin şahı şəhidanədirlər. Bizə Allah deyibaz qoy pulu ver ərəbə, yığapar var yoxu verginən ol bi ədəbə. İldə bir yolda əzizim yolu sal hələbə. Gör adından nə çəkir orada nərimanədirlər. Səfərabadda ələm millət adından qırılır. Qırmızı başmaq üçün dilsiz uşaqlar vırılır. Bəli, çoxları yiyib millətin haqqın cırılır. Çoxu tapır deyə ta əyninə tunmanadılar. Hələ qoy keyf eləsin Məkkədə ustanlarımız.
Yaxşı mahirdir şuar verməkə fərmanlarımız. Yarımız xab-ı cəhalətdədir qaldıq yarımız, yarımız da üvəcik qəmlən olub qalmadılar. Zəngən abad ola, viran ola, ustanlara nə? Halqılar cəbr-ü cəhənnəm kişi fərmanlara nə? Çox günah bizdədir bu bigünah insanlara nə? Bunlara nə ki olur ətnəsə tulmanadılar? Kişi bunlar gəlib ustana ki ta keyf eləsin, bahadı taksi çörək, qardaş həsən pulun eləsin. Gəlib hər kəs qura bu şəhridə bir pul tələsin, xalqı aldatmalıdır, bir belə ehsanadılar. Söv olur əzzət ustanlar olur kuhə rəvan. Yə subhanə sona eyliyə təhsiq kunan, saat 11'də gəlir dəftərinə mərdi cavan. Yetişir vaxtı əzan, bağlanır əryanadılar. İşəvət qalmır da ki sizə qurbanadılar. Kəstəsin şairi bədbəxt, utar sözlərivi. Yuxusuzluq çıxadar sübh həkimin gözlərivi. Gedə zəncanlı yatıb, sən dövsən dizlərivi. Dərdi fərhəncidir. Baba dərdi fərhəncidir. Olmaz buna dərmanadılar. Əziz dinləyicilər, bununla da Azərbaycan Demokrat Firqəsinin internet radiosunun bugünkü verilişi sona yetir. Sizə xoş günlər və xoş əhval-ruhiyyə arzusu ilə sizdən ayrılırıq. Sağlıqla qalın. Gələn həftə bu vaxt efirdə yenidən görüşənədək. Gözəller işlə sənin şöhrətin düşüb dilən. Nə hurdən, nə pəridən belə məlahət olur. خب شنوندگان عزیز، برنامه این هفته فیرگر رادیوسو رادیوی اینترنتی فرقه دموکرات آذربایجان در اینجا به پایان میرسد. تا هفته آینده شاد و خوش و خرم باشید. Yetmək olursa nəsib məhzuna, bu xəstə könlümə onda gözəl təbabət qalacaq mən aşıqam halına, üzdən qoşa xalına. Mən aşıqam halına, üzdən qoşa xalına. Lala benefşe etmez, yarın gül cemalına. Lala benefşe etmez, yarın gül cemalına. Ellerin yan kara kız, eyle derdime çara kız. Ay kaşı gözü kara kız, gel eyle derde çara kız. Ellerin yan kara kız, eyle derdime